ən yaxşılıq, yəni evlad tərəfindən ata-anaya olan ən yaxşı yaxşılıq sizdə min nəymiş? Bu bir il valideyn bəxtidir. Oymuş ki, ata-ananın evladdan razı qalmağı. Subhanallah. Görürsünüz? Bu təriflərin hamısı gözəldir. Lakin ata-ananın evladdan razı qalmağı. Siz demin ən gözəl tərif oymuş. Yəni, ola bilər ki, mən yaxşılıqlar edirəm, özüm elə zənn edirəm ki, yaxşılıqlar edirəm. Lakin ata-anam məndən razıdırmı? Nə xoş o insanların halına ki, Allahdan dilərim ki, Allah təala bizləri onlardan etsin. Ata-analarımız, valideynlərimiz bizdən razı olsun. Desin ki, ay oğlum, elhamdülillah, mən səndən razıyam. Narahat olma, sən nə istəsən elə. Mən səndən razıyam. Yəni, bu məqam əslində, Vüqar müəllim bayaq buyurduğu kimi, asan məqam deyil. Bu məqam üçün çalışmaq lazımdır. Çoxlu gecə gündüz Allaha dua etmək lazımdır. Öz üzərimizdə çalışmalıyıq. Bu məqam asan məqam deyil ki, valideynlərimiz bizdən razı qalır. Doğrudan da. Bəzən olur ki, uşağın qəlbini qırmamaq üçün, evladındır, oğlumdur, qızındır, heç olmasın, narazı olmasın, neçə illər onun üçün əziyyət çəkmişəm, elə yox. Doğrudan da evlad hiss edir ki, ata-ana nədir, səndən razıdır. Bax, xoşbəxtçilik budur, saadət budur. Ola bilsin ki, Vüqar müəllim, kimsə soruşa bilər ki, biz nə cür edək ki, yaxşı, o məqama gələk çataq? Çata bilərikmi? Əlbəttə ki, Allahın izni ilə. Çatanlar olub mu? Yüzlərlə, minlərlə, yüzlərlə insanlar olub ki, o məqama gəlib çatıblar. Allah Teala'nın vədi var. Necə ki, Musa Rabbimiz öz kitabında buyurur ki, وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. Kim bizim yolumuzda cəhd edərsə, çalışarsa, səy göstərərsə, biz onu doğruya yönəldərik. Yəni istədiyinə çatdırarıq bir mənada. Həqiqətən biz başqa bir məqam var, başqa bir məsələ var, sizin də bildiyiniz barakallahu fikum. Allah Teala'nın insanların baxdığı bir yer var, qəlblər. Həqiqətən Allah Teala görsə ki, biz sadiqik bu əməlimizdə, digər əməllərdə olduğu kimi. Bu əməllərdə bu cür olmaq lazımdır. Sadiqlik var, Amin olaraq, Mirzə olaraq, Vüqar olaraq, Əhməd, Muhammed kim olursa olsun. Həqiqətən bu insanlar sadiqdir, ata-analarına qarşı doğrudan da yaxşılıqlar etmək istəyirlər. Vallahi Allahın izni ilə, Allahın vədi var. Allah yönəldəcək. Allah yönəldəcək ki, nədir? Amid ata-anasına qarşı nədir? Mirzə qardaş ata-anasına qarşı neynəsin? Qayğıkeş olsun. Həqiqətən Allah o sıdqı orada görsə. Ki, mən doğrudan da istəyirəm ki, atama, anama qarşı Allahın dediyi kimi, Allahın əmr etdiyi kimi. Bəzən olur ki, bunlar da yekunlaşdıraq, Allah sizdən razı olsun. Bəzən olur ki, bizim istənilən bir ibadəti bizlərdən birimiz yerinə yetiririk, özümüzün istədiyimiz formada. Əslində bu doğru deyil. Nə barədə? Var bizim özümüzün istəklərimiz, bir də var bizim bizdən Allahın tələbi. Allah Teala nə cür əmr edir? Valideynlərə yaxşılıq edin, onlara belə deməyin. Onlara belə deməyin. Yəni Allahın tələbi budur. Necə ki, bu hədisin, bu ayənin təfsirində İbn Abbas, Allah ondan razı olsun, buyurur ki, Allah Teala bundan yüngül bir kəlmə olmuş olsaydı ərəb dilində, bu kəlmələr işlədər. Kəlməsindən yüngül kəlmə yoxdur. Belə deməyin. Deməli, Allahın tələbi nədir? Bizdən, Mirzə qardaş, biz valideynlərimizə qarşı qayğıkeş olaq və onlara belə deməyin. Bu Allahın tələbi.